أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطاهرين اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني yəfqəhu qavli. Möhtərəm əzizlər, xanım Fatimə-i Zəhra salamullah aleyhanın şəhadət günlərini yaşayırıq. Allah'a and verək izzət və cəlalına, Peyğəmbər və onun pak əhl-i beytinə. Allah bizləri dünya və axirət xanım Fatimə-i Zəhra və onun pak övladlarından, atasından, yoldaşından ayrı salmasın inşallah. Dünyada ziyarətlərin, ahirətdə şəfaətlərin bizlərə nəsib eləsin. Son anımıza qədər Allah bu qapıdan bizi ayrı salmasın inşallah. Allah bu xanımın əzəmətinə xatir bütün xəstələrimizə tezliklə şifa inayət eləsin. Əlacı olmayan sağalmaz xəstəliklərlə bizləri imtihan eləməsin. Son anımıza qədər ağlımızı və sağlamlığımızı əlimizdən almasın. Axır nəfəsimizə qədər sağlam ağılla, sağlam bədən üzvləri ilə, sağlam təfəkkürlə ona ibadət etməyi, onun dininə xidmət etməyi, əhl-i beyt yolunda sabit qədəm olmağı bizlərə nəsib eləsin inşallah. İmam Zaman ağanın zuhurunu tezləşdirsin, zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin, dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Birinci Fatimiyyədə xanım Zəhra salamullah aleyhanın fədəkiyyə xütbəsi barədə bəzi məlumatları sizə verdim. Və orada izah etdik ki, nə üçün xanım Fatimə-i Zəhra salamullahi aleyha belə bir xütbəni Peyğəmbər məscidində söyləyib, o xütbənin söylənməsində səbəblər nə idi, onları izah elədik və bəzi şübhələr var idi ki, onlara qısa, konkret cavab verdik. Və dedik ki, inşallah bu növbəti Fatimiyyədə xanım Fatimə-i Zəhra salamullah aleyha bu fədəkiyyə xütbəsində nələrə işarə eləyib, nələri izah eləyib, onlar barədə qısa şəkildə söhbət eləyərik. Müqəddimə üçün deyim ki, bu xütbə o qədər dəyərli, o qədər əzəmətli bir xütbədir ki, onu mübaliğə eləmirəm. Əgər haqqı ilə izah eləmək istəsək, bəlkə də bir ay onun barəsində danışmaqlıq az eləyər. Bunu mübaliğəsiz deyəm, bəlkə də bir ay çatmaz. Sadəcə olaraq mən bu 3 gecədə müəyyən əsas mövzular və nöqtələr oradan seçib sizə deyəcəyəm ki, bizim ümumi xanım Fatimə-i Zəhra salamullah aleyhanın o söylədiyi xütbə barədə nədir? Məlumatımız olsun. Giriş üçün baxın, Həzrəti Zəhra salamullah aleyha bir nur idi ki,
zamanında o nurun dəyərini bilmədilər. Lakin biz bu günləri onun sözlərini oxuyanda, sözlərini izah eləyəndə diqqətlə, ancaq qulaqla yox, ürəklə o sözləri qəbul eləyib qulaq asanda biz bir daha bilirik ki, bu xanım necə də əzəmətli bir insan olub. Vəhiy evi ilə əlaqəsi olmayan bir insan heç vaxt bu sözləri bu səlisliklə heç bir hazırlıq görmədən belə söz deyə bilməz. Çünki baxın, mən sizə dəfələrlə bu sözü demişəm, yenə də təkrarən deyirəm, bu söz mənim sözüm yox, mənim təhlilim yox, bu məsumun sözüdür ki, Zəhra bütövlükdən nurdan ibarətdir. Zəhra salamullah aleyha bizdən fərqli olaraq onun cismi cənnətdən idi, onun ruhu isə Allah subhanahu və teala'nın nurundan bir hissə idi. Fərqli bir qadın idi. Ona görə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ona deyərdi nə? Havra insiyyə. İnsan simasında olan bir huridir xanım Fatimə-i Zəhra. Elə o ilahi nuru biz Zəhra salamullah aleyhanın həyatında çoxlu hadisələrdə görürük. Mən dəfələrlə danışmışam. Lakin bu giriş olsun deyə bu hədisi bir dənə deyirəm, keçirəm Fədəkiyyə xütbəsindən bu gecəki lazım olan o məsələyə ki, onu izah eləmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin həyat yoldaşlarından biri bu hədisi nəql edir. Bu hədis həm Şiə kitablarında həm də Əhl-i Sünnə kitablarında var. Deyir, xanım Fatimə-i Zəhra salamullah aleyhanın üzünün nurunda biz gecənin qaranlıqlarında iynəni saplayardıq. Təsəvvür edirsiniz? Biz iynəni, indi iynənin dəliyi görürsünüz nə qədər balacadır. Lap belə günün günorta çağında o sapı o dəliyə salmaq üçün insan nə qədər əziyyət çəkir. Güclü işığa ehtiyac duyur. Peyğəmbərin yoldaşlarından biri nə deyir? Deyir, biz xanım Fatimə-i Zəhranın üzü o qədər nurlu idi ki, gecə qaranlıqda qaranlıqlara işıq verərdi. Və biz onun üzünün nurunda iynəni saplayardıq. Və Həzrəti Əli əleyhissalatu vəssalamın yanında dəfində iştirak eləyənlər nəql eləyirlər ki, deyir, xanım Fatimə-i Zəhranı gecə dəfnədilər, belə deyir. Gecə ilə apardılar, dəfnədilər. O dəfn olunan yerdə nəql eləyirlər ki, heç bir çıraqdan, heç bir işıqdan istifadə olunmadı. Xanımın öz cənazəsindən belə bir nur qalxmışdı ki, bütün ətrafı işıqlandırırdı. Və dəfn mərasimi də o nurun işığında tamamlandı, baş tutdu. Görün, necə bir xanım olub Həzrəti Zəhra. Salamullah aleyha. Lakin o xanımın dəyərini, qiymətini bilməyiblər. Dediyim kimi Fədəkiyyə xütbəsi, əziz qardaşlar, bütöv elm və mərifətdən ibarətdir. Lakin bu gecə mən istəyirəm xanım Fatimə-i Zəhranın Fədəkiyyə xütbəsində Allahı tanımaq, təvhid nədir? Biz insanların Allaha qarşı etiqadımız necə olmalıdır? Biz Allah subhanahu və teala ilə necə davranmalıyıq? Nələrə etiqadımız olmalıdır? Xanım Fatimə-i Zəhra salamullah aleyha Fədəkiyyə xütbəsinin girişində o məsələləri bizim üçün izah edib. Qardaşlar, dinin əlifbası, əsası Allahı tanımaqdır. Necə ki, Həzrəti Əli əleyhissalatu vəssalam Nəhcül Bəlağədə deyir, əvvəlüddin mərifətullah. Dinin əvvəli, əlifbası Allahı tanımaqdır. Bu günləri hər hansı bir insanın Allahı tanımaqda problemi olsa, biz Allaha doğru düzgün etiqadımız olmasa, tövhiddə büdrəsək, onda bizim digər məsələlərimiz hamı nədir? Hamısı şübhəlidir, yersizdir. Necə belə bir misalla deyim, əgər evin özəyi, sütunu, dirəyi əgər nədir, sabit deyilsə, möhkəm deyilsə, o evə güvənmək olar. Heç vaxt.
Dinin əsası da Allahı tanımaqdır, tövhiddir, ma'rifətullahdır. Biz bunda gərək nədir? Möhkəm olay və bunu da Əhl-i Beyt əleyhimussalatu vəssalamdan öyrənək. Bunu da xanım Fatimə-i Zəhra öz Fədəkiyyə xütbəsində. Baxmayaraq ki, Fədəkiyyə xütbəsi xanım Fatimə-i Zəhra öz haqqını tələb eləmək üçün deyib bunu. Amma onun müqəddiməsində elə sözlər deyib ki, bizə tövhid dərsi verib. İndi bu sözləri mən də deyəcəyəm sizə izahı ilə qısa formada, lakin diqqətlə qulaq asın, qulaqla yox, necə deyərlər nədir? Ürəklə qulaq asın ki, həqiqətən görün xanım Fatimə-i Zəhra hansı səviyyədə bir insan olub. Görün adi insan bu sözləri deyə bilər. Vəhiy ilə əlaqəsi olmayan bir insan bu cür Allahın mərifətində qısa bir neçə cümlə ilə insanların diqqətini cəlb edib, onları valih edici tərzdə belə xütbə söyləyə bilər. Bəşər bu sözü deyə bilməz. Hələ Həzrəti Zəhranın bizə öyrətdiyi tövhiddən əlavə, baxın, müqayisə üçün bizdə məntiqdə belə bir məsəl var. Deyir, əşyalar öz əksləri ilə tanınır. Yəni, bir şey öz əksi ilə tanınır da. Biz, məsələn, işığı, nuru nə ilə tanıyırıq? Onun əksi zülmətlə. Belə deyir. Yaxşı, onun əksi pisdir. Biz yaxşıya ona görə yaxşı deyirik ki, pis var. Birdən pis olmasaydı, biz yaxşı pisi nə eləyənməzdik? Dərk eləyənməzdik. Nur var, zülmət var. Biz nurla zülməti müqayisə eləyib bu bir şeyləri nə eləyirik? Tanıyırıq. Bu məntiqi bir şeydir. Əşyalar öz zidləri ilə, əksləri ilə tanınır. Bu günləri biz Zəhranın dəyərini bilmək üçün, Zəhranın bizə öyrətmək istədiyi mərifətullahı bilmək üçün biz digərləri ilə Zəhranı düzdür müqayisə olunmazdı. Lakin biraz da biz Zəhranı dərin başa düşək deyə mən bir nümunəni sizin üçün demək istəyirəm. Baxın, Allah Subhanahu və Teala Təhrim surəsinin 3-cü ayəsində, Təhrim surəsi nə üçün Təhrim surəsi adlanıb? Məsələ nədir? Bu da geniş bir mövzudur, maraqlı bir mövzudur. Sadəcə bu gecənin mövzusu ilə əlaqəsi olmadığı üçün mən o barədə geniş təfərrüatı ilə danışmıram. Sadəcə bir ayəni oxuyuram sizin üçün, Təhrim surəsinin 3-cü ayəsini. Buna biraz qulaq asın. Bir-iki cümlə də və tarixdən bir hadisəni də bununla bağlı deyəcəyəm. Sonra keçirəm məsələyə. Ayə deyir, وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللّٰهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ. Bu üçüncü ayədə Allah bizə vəsf edir. Deyir, günlərin birində bir hadisəyə görə. İndi o hadisə uzun hadisədir deyə o sir nə idi? Onu deməyəcəyəm. Sadəcə bir hadisəni qısa bizim başa düşəcəyimiz tərzdə deyirəm. Peyğəmbər günlərin birində öz yoldaşların birinə bir sir gəlir. Bir sir deyir ona. Sir nədir? Sir odur ki, əgər sən birinə deyirsən ki, bu məndən sənin aranda bir sirdir, yəni bizim ikimizdən başqa, Allahdan başqa bunu heç kim bilməməlidir. Belə deyir. Resul-i Ekrem sallallahu aleyhi və səlləm Həfsəyə bir sir gəlir. Yoldaşlarından biri Həfsə, Ömərin qızı Həfsəyə sir deyir. Deyir ki, bu sirri heç kimə deməyəsən. Bu bir sirdir sənlə mənim aramda. Həfsə bu sirri biləndən sonra sir barədə də nədir, nə məsələ idi? İnşallah müstəqil bir mövzuda o barədə danışacağım. Həfsə dözə bilmir, saxlaya bilmir sözü. Bu sirri gətirir, verir kimə? Danışır Peyğəmbərin növbəti həyat yoldaşı Ayşə üçün. Ayşə də bu söhbəti götürür filan kəs. Danışırlar. Peyğəmbərin Həfsəyə verdiyi bu sir nə olur? Faş olur. Allah Subhanahu və Teala baxın bu ayədə Təhrim surəsində Peyğəmbərə xəbər verir ki, sənin öz yoldaşına verdiyin sirri o saxlaya bilməyib. Onu nə eləyib? Faş eləyib deyib. Rasulullah sallallahu aleyhi və səlləm gəlir bu qadının yanına, deyir ki, başlayır bunu danlamağa. Filan kəs, axı mən sənə bir sir demişdim və demişdim sənə ki, bu sirri səndən, məndən, Allahdan başqa heç kim bilməsin. Sən bu sirri nə üçün demisən?
Filan filan. Nə deyibsə, necə var? Peyğəmbər bəzi dediklərini deyir, ayə deyir, bəzi dediklərini demir ona. Deyirsən, bunu demirsən də. İndi baxın, mənim bundan işim yoxdur. Qadın bunu eşidən kimi ki, Peyğəmbər xəbərdardır, mən bu sirri faş eləmişəm, demişəm, deyir ki, sənə bunu kim xəbər eləyib? Həfsə soruşur kimdən? Peyğəmbərdən. Sənə bunu kim xəbər eləyib? Əvvələn, belə bir sualın Peyğəmbərə verilməsi, demirik, bunu Həfsə deyib, tarix nəql edib. Allah ayədə deyir. Deyir, o qadın bunu biləndən sonra ki, Peyğəmbər xəbərdardır, dedi ki, sənə bunu kim deyib? Əvvələn, Peyğəmbərə belə bir sual verərlər. Bir nəfər ki, Peyğəmbərin Peyğəmbərliyinə etiqadı var, bilir ki, bu vahiy ilə əlaqəlidir. Bundan heç bir şey gizlətmək olmaz. Belə deyir, qardaşlar. Bu insan isə nədir? Əsli həqiqətdə, baxın, buna deyir ki, sənə bunu kim deyib? Ayə Peyğəmbərin dili ilə deyir, qalə, Peyğəmbər dedi, nəbbəəniyəl alimul xəbir, hər bir şeyi bilən və ondan xəbərdar olan Allah mənə nə elədi? Bunu xəbər verdi ki, sən bu sirri saxlamamısan. İndi burada baxın, mənim söhbətim tövhiddəndir. Buna diqqətlə qulaq asın. Bu vaxt dedi, Allah sənə xəbər elədi, deyir, bəli. Bu sirri sən mənə deyəndə, sən idin, mən idim. Allah damın üstündə oturmuşdu, bizi eşitdi. Sözə diqqət edin. Deyir, Allah damın üstündə oturmuşdu, bizi eşitdi. Yəni, Peyğəmbərin bəzi zövcələrinin, həyat yoldaşlarının Allaha etiqadı bu olub. Bu kəlmənin özü tövhiddən uzaq bir kəlmədir. Yəni, Allah damın üstündə oturması nə deməkdir? Yəni, Allah cisimdir, Allaha şərik qoşmaqdır. Bu, bunların Allaha baxışıdır. Bu, bunların tövhididir. Ki, bundan qaynaqlanan tövhid bu günləri bizə nümayiş olunur ki, siz bu dünyada Allahı görməsəniz də, qiyamət günündə bu ayı gördüyünüz kimi Allahı da görəcəksiniz. Diqqət edirsiniz. Bu, haman bu əqidədən qaynaqlanan əqidədir ki, Allah subhanahu və teala hər cümə axşamı uzun qulağın belində, nədir? Minir bir dənə uzun qulağa, gəlir yer aləminin səmasına, çağırır insanları, gəlmişəm, nə istəyirsiniz, verim sizə. Bu, haman etiqaddan qaynaqlanan əqidədir ki, bu günləri bəziləri deyir, nədir? Allahın əli var, Allahın ayağı var, nə bilim, nəyi var, filanı var, insan kimi nisbət verirlər. Və bu, haman etiqaddan qaynaqlanan sözlərdir ki, böyük şəxsiyyətlərdən biri, bu günləri barmaqla göstərilən insanlardan biri, adını demirəm, deyir, mən Allahı nə bilim, neçə dəfə yuxuda görmüşəm. Soruşun məndən, Allah necədir, sizin üçün vəsf edeyim. Amma bir şeydə üzürlü sayın məni. Məndən soruşmayın, Allah kişidir ya arvaddır. Bunu deyəmmərəm, bu sirdir, deyəmmərəm. Görmüşəm, yəni bilirəm, amma bunu deyəmmərəm. Siz baxın bu tövhidə nə bərbad vəziyyətdədir. Bir Allah uzun qulağa minir, düşür. Bir Allahın ayağı var, əli var. Bir Allah, yəni sən, Allah səni eşidir, görmədən də. Allah Qur'an-ı Kerimdə deyir, Allah sirri də bilir, sirdən də nədir? Gizlisin bilir. Sir iki nəfərin arasındadır. Sirdən gizli nədir? O şeydir ki, sən onu heç kimə sir gəlmirsən. Mən bir gün gəlirəm, mənim dostumsan, deyirəm, Kərbalay, sənə bir sir deyirəm. Artıq bu oldu sir. Bir də var, bir şey məni narahat edir, onu heç kimə demirəm. Sir də gəlmirəm heç kimə. Bu oldu sirdən də nə? Gizlini. Allah Qur'an-ı Kerimdə deyir, mən sirri də bilirəm, sirdən gizli olan. Yəni, sənin qəlbindən, xəyalından, sənin ağlından nələr keçir, mən hamısını bilirəm. Belə deyir, qardaşlar. Amma bu ayədə sənə kim deyib bu xəbəri ki, mən bu sirri yaymışam? Deyir, Allah. Deyir, Allah damın üstündə oturmuşdu, bizi eşitdi. Görürsünüz, bu cür tövhid necə də nədir? Əsassız, zəif bir tövhiddir. İndi tövhid, baxın, bayaq o məntiqi qaydanı dedim, əşyalar öz əksləri ilə tanınır. Bu bir səhifə ki, bu tövhid bizə bu cür nə olur? Bu cür təqdim olunur. Bu bir növ tövhid ki, bu cür bizə təqdim olunur. İndi gəlin, Həzrəti Zəhra Fədəkiyyə xütbəsində bizə tövhidi necə vəsf edir? Biz Allaha qarşı nə etiqadda olmalıyıq? Baxın, bu xanımın bizə Allaha necə biz üçün vəsf edir, Allaha necə baxır? Baxın, Həzrəti Zəhra Allah bu arada necə danışıb?
Allah necə bir varlıqdır bizə Zəhra öz xütbəsində bəyan eləyir. Fədəkiyyə xütbəsində elə cümlələr qurub ki, ilahi o cümlələr həqiqətən də sanki nədir? Peyğəmbərin dili ilə danışıb. Sanki Zəhra salamullahi əleyha Allahın dili ilə danışıb. Sanki Allah Zəhranın dilində nitqə gəlib. Çünki əsl iman gətirən, imanda yüksələ, Allah onun dilindən eləyir? Hikmət çeşmələrini açır. Zəhra salamullahi əleyhanın imanında, səviyyəsində bir ikinci insan var, ikinci bir xanım var. Yox, Allah onun dili ilə danışır. Təsəvvür edin, mən hadisəni biraz da sizin üçün aydın olsun deyə. Zəhra o xütbəni söyləyəndə yaralı olub, haqqı qəsb olunub, uşağı düşüb, o qədər zülmə məruz qalan halda, yaralı halda, o gün də dedim, xütbənin üstündən bir neçə gün, o hadisənin üstündən bir neçə gün keçmişdi, Zəhra bu xütbəni söyləyib. Yəni, rahat halda olmayıb. Əziyyət içində, amma yenə baxmayaraq, o qədər əziyyətin içində elə bir xütbə söyləyib, dediyim xütbənin əvvəlində, deyir, gəldi, girdi məscidə, bir ah çəkdi, bir inilti inildədi, bütün məscid əhlini ağlatdı Zəhra. Öz xütbəsi ilə. Deyir, gözlədi, cəmaat hamısı sakit, sustu. Ağladılar, dayandılar. İkinci dəfə yenə də bir ah çəkdi, inildədi, yenə məscid əhli hamı ağladı, yenə gözlədi nədir? Ta dayandılar. Sonra Zəhra başladı bu cümlələrlə orada tövhid dərsi verməyə, orada olanlara və bizə də bu günləri. Biz Allahı necə tanımalıyıq? Gəlin, belə bir ünvan qoyaq bu mövzuya. Zəhra salamullahi əleyhanın xütbəsində tövhid. Allahı tanımaq. Zəhra bizə öyrədir. Zəhranın balaları da Zəhradan, Peyğəmbərdən, Qur'andan öyrənib bizə. Deyirlər ki, yox, o cür təqdim olunan Allah, Allah deyil. Bu gülməli deyil. Baxın, mən bir dəfə demişəm, məşhur kitabların birində yadıma düşür, deyirəm, istəmirəm belə yadıma düşə deyim bu mövzudan kənarlaşım. Belə bir etiqad var da, deyir, Allah məsələn, hər şeyi xəlq eləyib filan, insanı xəlq elədi torpaqdan filan, şeydən, sudan filan. Allah özünü nədən xəlq eləyib? Nəuzubillah. Bu günlər belə etiqad var ki, Allah özünü xəlq eləyərkən bir ata əmr eləyib, atı yaradıb, at. At qaçıb, tərləyib, atın tərindən özünü yaradıb. Allah başqa bir şey tapamayıb, atın tərindən özünü yaradıb. İndi bu söz sizə qəribə gələ bilər. Bu günlərin məşhur kitablarda var ki, Allah özünü atın tərindən yaradıb. Bu tövhid etiqadı, niyə deyirəm bu əksləri sizə? Biz bunu bilək ki, Zəhranın sözlərini oxuyanda, başa düşəndə dərk edək ki, Allah bizə nə boyda nemət verib ki, biz Əhl-i Beyti tanımışıq. Biz Əhl-i Beyt etiqadına görə Allaha iman gətirmişik. Onların dediyi sözə əsasən Allahımızı tanımışıq və tanımağa çalışırıq. Və illa tərdən yaranan Allahı, mən şəxsən belə Allahı qəbul eləmərəm. Siz qəbul edirsiniz, tərdən özünü yaradı. Özü də insanın tərikası atın tərindən. Bu nə cəfəngiyatdır. Xütbənin əvvəlində, bax, Zəhranın sözlərini qısa izah edirəm və əsas yerlərini, xütbə uzundur. Zəhra başlayır, Elhamdülillahi ala ma ən'am. Diqqətlə qulaq olsun. Deyir, Allahın bizə bəxş etdiyi nemətlərə görə ona həmd olsun. Bismillah başlayır. Elhamdülillah ala ma ən'am. Və ləhuşşükru ala ma əlhəm. Və o bizə ki, hidayət yolunu göstərib, düzgün yola getmək üçün bizə ilhamlar eləyib, ona görə ona şükür olsun. Baxın, iki dənə termin var. Zəhra bizə bu iki termini başa salmaq istəyir. Birinci həmddir, ikinci şükürdür. Hər ikisini Zəhra istifadə edib. Həmd bilirik ki, biz yalnız və yalnız aləmləri yaradan Allaha məxsusdur ki, biz onu gündə namazımızda, məclislərimizdə Həmd surəsinin əvvəlində nə deyirik? Elhamdü lillahi rabbil aləmin. Həmd yalnız və yalnız aləmlərin Rəbbinə aiddir. Həmd də bir növ nədir? Allaha məxsus olan bir şükürdür, təşəkkürdür. Ancaq biz deyənmərik, məsələn, Kərbalaya həmd olsun sənə. Deyə bilərik bunu. Bu həmdi ancaq Allaha məxsusdur.
Elhamdu lillahi rabbil alamin. Falan kəs həmd olsun sana. Yox, həmd olsun Allaha. Ancaq bu söz məxsusdur Allaha. Allahdan başqa heç kimə həmd eləmək olmaz. Amma şükür isə, şükür müştərəkdir. Allaha da şükür eləmək olar, bəndəyə də şükür eləmək olar ki, biz onu icra edirik. Bəndəyə edilən şükrün adı bizim Azərbaycan dilində nədir? Təşəkkür. Və məsum bizə deyir ki, məxluqa şükür eləməyən Allaha şükür eləyə bilməz. Sənə təqdim olunan bir xidmətə görə sən mütləq nə eləməlisən? O xidmətə görə sən şükür eləməlisən, təşəkkür eləməlisən. Şükür müştərəkdir, amma həmd isə Allaha məxsusdur. Zəhra salamullahi aleyha Allahın verdiyi nemətlər, ilahi bu nemətləri sən bizə vermirsən, həmd olsun sənə verdiyin nemətlərə görə və şükür olsun sənə, sən bizə düzgün yola getməyi ilham eləmirsən, yol göstərmirsən. Əgər sən bizə bu müvəffəqiyyəti verməsəydin, bizi düzgün yola yönəltməsəydin, biz düzgün yola gedə bilməzdik. Bütün bunlar nə varsa hamısı sənin lütfüvün nə idi? Təzahürüdür. Sənin xüsusi inayətivin sayəsindədir. Sonra nə deyir? Gəlir deyir, min umumi ni'amin ibtədəəha. Başlanğıcdan bəri bizə verdiyin ümumi və bol-bol nemətlərə görə sənə şükür olsun. Heç bir əvəz ummadan bizə verdiyin nemətlərə görə ilahi sənə şükür olsun. Baxın, belə bir söz deyib ki, baxın, adətən biz insanlar birinə bir şey təqdim eləyəndə nəyəsə görə eləyirik də onu. Belə deyir. Biri sənə hasansa bir yaxşılıq eləyib, görürsən, o yaxşılığın müqabilində bir şey verirsən ona. Və yaxud məsələn, birinin sənə hansısa bir xidməti eləyib, görürsən, borclu qalmayasan deyə bir süfrəyə onu dəvət edirsən. Bu elədiyin yaxşılıq, verdiyin nəsə bir əvəz nəyinsə müqabilindədir. Belədir. Bir də var ki, məsələn, bir insan sənin üçün heç bir şey eləməyib. Sadəcə olaraq sən görürsən, Allaha xatir onu tanımısan, gələndə sən Allaha xatir bir süfrə açırsan, onu nə edirsən? Dəvət edirsən ki, gəl otur, bir yerdə biraz çörək kəsək. Haman bu elədiyin xidmət digər qeyd etdiyim iki növdən fərqlidir. Burada sən heç bir əvəz ummursan və yaxud hansısa xidmətinə görə ona təşəkkür eləmək üçün onu vermirsən. Zəhra bizə deyir, bilirsiniz Allah bizə necə nemətləri verib? Allah bizə nemətləri verib, əvvəlcədən bizdən heç bir şey ummadan, istəmədən bizə onu verib. Allahın bizə verdiyi nemət nəyinsə müqabilində deyil. Allah sənə neməti verməyib ki, sən ona namaz qılasan, oruç tutasan. Allah bu nemətləri verib, sən istəmədən, tələb etmədən və heç bir əvəz də səndən ummadan. Ona görə bu dünyada kafir də, mömin də, hamısı Allahın verdiyi ümumi nemətlərdən istifadə edir. Əgər nemətlər məxsus olsaydı Allahı tanıyana, gərək kafirlər olmayaydılar. Ona görə baxın, gözəl bir cümlə ilə Zəhra başa salır ki, siz Allahı dərk eləməmişsiniz, Allahı dərk eləyin. Allah o Allahdır ki, nemətləri heç bir əvəz ummadan verir, heç siz istəmədən verir. Sizi yaradan zaman sizin ruzunuzu, nemətinizi sizə verib. Bu Allaha şükür eləyin. Allahı bu cür tanıyın, Zəhra bizə deyir. Sonra nə deyir? Deyir, və subuği alain əsdaha. Və tamam kamal şəkildə üzərimizə yağdırdığı lütf və ehsanlara görə Allaha şükür olsun, ona həmd olsun. Tamam kamal şəkildə. Heç bir nöqsanı olmadan bizə nemətlər verib. Ona görə alimlər deyir, Allahın verdiyi nemətlər iki cürdür. Zahiri nemətlər var, bir də nə var? Batini nemətlər. Zəhra bu iki neməti öz sözündə cəm eləyir. Bəzən biz 1 manat veririk, Allah bizə Quran-ı Kərimdə deyir, xərclə. Allah yolunda xərclədin, Allah əvəzini verəcək. Bir nəfər verir sədəqə, verir, yaxşılıq eləyir, yetimə kömək eləyir, Allah ona verir onun əvəzini. Bir nəfər nədir? Bu işi görür eyni ilə, amma Allah ona heç bir şey vermir. Deyir nədir? Baxır, müqayisə edir özü ilə başqası arasında, deyir, yaxşı Allah o verdi, mən də verdim. O xərclədi, Allah onun əvəzini verdi. Amma mən xərclədim, nədir? Allah mənim əvəzimi vermədi. Bax, biz bu yerdə bəzən nədir? Bu imtihanda bəzən yıxılırıq, bəzən nədir? Uduzuruq. Çünki biz neməti ancaq zahiri nemət. Allah nəsə verdim, verdi mənə. Amma xanım Zəhra bizə nə deyir?
Xanım Zəhra bizə deyir ki, belə baxmayın. Elə batini nemətlər var ki, heç bir zahiri nemət nədir? Onun səviyyəsində ola bilməz. Bəzən sənin verdiyin sədəqə, sənin verdiyin yaxşılıq maddi mənada sənə tərəf qayıtmayıb, amma mənəvi, batini mənada qayıdıb. Sənin verdiyin o yaxşılıq bəlkə də çıxardın yolda bir hadisə baş verərdi. Allah səni o hadisədən uzaqlaşdırıb. O hadisəni səndən uzaqlaşdırıb. O təhlükəni səndən uzaqlaşdırıb. Bu özü böyük nemətdir. Yaxşı, o maddi tərəfdən əvəz olaydı, amma sənin canın gedəydi, xəstəliyə tutulardı. Bu gizli nemətlərə Zəhra deyir, diqqət edin ha. Zahiri nemət, elə maddi bir şey verdin, artdı, Allah nəsə verdi, bu adi məsələlərdir. Nə qədər təhlükələr var ki, Allah onları bizdən uzaqlaşdırır. Bəzən nə qədər verdiyimiz sədəqələrə görə Allah bəlaları bizlərdən uzaqlaşdırır, təhlükələri bizlərdən uzaqlaşdırır. Ona görə də baxın, Allah elə bir Allahdır ki, həm zahiri və həm də batini, zahiri yəni gördüyümüz nemətlər və həm də görmədiyimiz nemətlərə görə ki, Allah bizi o qədər təhlükələrdən uzaqlaşdırır, biz görmürük, ona görə nədir? Zəhra deyir, Allah sana şükür olsun. Biz bu şükrü ondan öyrənməliyik. Sonra görün nə deyir? Və təmami minənin və laha və ard-arda fasiləsiz kəsilməyən şəkildə yetirdiyi nemətlərə görə. Fikir versən, bu nemətlərin ardı kəsilir. Biz bəzən var o qədər Allaha naümidik ki, elə bilirik ki, elə bu günlərin, mən əgər sabahın tədarükünü görməsəm, biri günün tədarükünü görməsəm, acından ölərəm. O belə deyir. Zəhra deyir, yox. Allah hər günün ruzusunu sənin üçün yetirib, sən onu öz həyatında görürsən, Allah ardı kəsilmədən sənə ruziləri verir. Bu ardı kəsilmədən verilən ruziyə görə o mərhəmətli Allaha sən təşəkkür elə, şükür elə ki, Allah belə bir Allahdır ki, sən özünü düşünməkdən də Allah səni çox düşünür. Sənə neməti verməyib ki, o qutarır, yox, qutarmayan bir nemətdir. Sənə elə nemət verib ki, ardı kəsilmir. Sonra görün nə deyir? Cəmmə anil ihsai adaduha. Elə nemətlər o qədər çoxdur ki, onu saymaqla, hesablamaqla bitirmək olmaz. Allah Quran-ı Kərimdə deyir, əgər Allahın nemətlərini sahib qutarmaq istədik, sahib qutara bilərik biz onu. Hələ bir dənə bədən üzvlərimizə baxaq, əlimizə, ayağımıza, gözümüzə, qaşımıza, burnumuza, ağzımıza, ayağımıza. Bu nemətlərə görə biz sahib qutara bilərik. Hələ qalsın o biri nemətlər. Sonra nə deyir? Və nə'a anil cəzai əməduha. Və onların qarşılığını ödəmək üçün onların qarşılığını ödəmək insan üçün mümkün deyildir. Elə nemətlər verib ki, yəni ey insan, sən onun şükrünü eləyə bilməyəcəksən. Təsəvvür edin, baxın, ən gözəl şükür nədir bu günləri? Allahın bizə verdiyi nemətlərin müqabilində ən gözəl şükür nədir? Sən etiraf eləyəsən ki, ilahi pərverdigara, mən sənə layiqincə şükür eləməkdə nəyəm? Acizəm. Çünki sənin bu qədər mənə nemətlər vermirsən, mən bu nemətlərin müqabilində sənə şükür eləyə bilmərəm. İmam Zeynul Abidin əleyhissalatu vəssalam bu mənanı bizə Səhifə-i Səccadiyyədə öyrədir. Deyir, baxın, hər bir şükrün şükrə ehtiyacı var. Sənə bir nemətə görə şükür edirsən, bu şükrü sənə eləməyə qüdrəti kim verib? Allah verib. Bu qüdrətə görə də Allaha şükür eləməlisən. O biri şükrə də görə Allaha şükür eləməlisən. Hər bir şükrün təşəkkürə ehtiyacı var. Ta gəlir nihayətə qədər sən demək nədir? Elə həddə satırsan ki, ilahi sən mənə o qədər nemətlər vermirsən ki, mən sənin nemətlərimə görə sənə şükür eləyib qutara bilmərəm. Ən gözəl şükür odur ki, biz etiraf edək ki, ilahi biz acizik sənə şükür eləməkdir. Kim eləyə bilər, qutara bilər Allahın şükür? Amma bu sözü ki deyir ilahi biz acizik sənə şükürləməkdə. Bu da bir növ təşəkkür deyir, təşəkkür deyil. Bu sözü, bu qüdrəti demək, bu sözü demək üçün də qüdrəti bizə kim verib? Allah verib. Bu sözə görə də Allaha təşəkkür eləməliyik ya yox. Gör, yəni axırda biz elə yerə, Zəhra deyir, elə yerə çatırsınız ki, biz bəşər bunu dərk eləməliyik ki, Allahın bizə verdiyi nemətlər o qədər çoxdur ki, biz ona layiqincə təşəkkür eləməyə, o haqqı verməkdən çox uzaqıyıq. Mümkün deyil də biz ona təşəkkür edəyik. Ən yaxşısı etiraf edirik ki, ilahi, biz sənə təşəkkür eləməkdə, şükür eləməkdə nəyik? Acizik.
Sonra nədir? Deyir və təfavətə anil idraki əbəduha. Və onlar hətta düşüncə ilə tam dərk ediləcək qədər də məhdud deyil. Yəni biz deyirik ki, Allahın nemətlərini birdən saymaq istəsək sayıb qutara bilmərik. Zəhra deyir, yox, saymaq məsələsi deyil ki. Bəzən saymaq mümkün deyil, yəni çoxdur, bilirsən hamısını, amma vaxtın çatmaz ki, bunu sayıb qutara bilməzsən. Amma xanım Zəhra deyir, yox, Allahın verdiyi nemətlər hamısı sənin ağlığın, təfəkkürün, əhatə dairəsində deyil. Elə şeylər var ki, Allah onu sənə nemət verib, sonra dərk eləyə bilməz. Cümləyə baxın. Və onları hətta düşüncə ilə tam dərk ediləcək qədər də məhdud deyil. Yəni sənin zehninin, ağlığın, təfəkkürün, əhatə dairəsində deyil. Elə şeylər var ki, nemətdir, amma sən onun nemət olmağının heç fərqində də deyilsən və ölən gününə qədər də olmayacaqsan. Orada başa düşəcəksən ki, bu da nemət olub. Ona görə ayə-i şərifə bizə nə deyir? Sizin bəzən yaxşı saydığınız, özünüz üçün yaxşı düşündüyünüz sizin xeyrinizə deyil, pis saydığınız isə nədir? O əslində pis yox, yaxşıdır sizin üçün. Sonra növbəti cümləsində deyir və nədəbəhum listizadətiha bişşukri littisaliha. Sözlər həqiqətən də elə deyilib ki, hamısı Qurandan qaynaqlanan sözlərdir. Bu hələ xütbənin özüdür. Xütbədə girişdir. Allah'a həmd eləyir. Burada nə deyir? Deyir Allah bu davamlı nemətlərin artması üçün insanları şükr etməyə çağırıb. İstəyirsən sənə verilən nemətlər əlindən getməsin. Bunun yolu nədir? Quran-ı Kerim ayədə nə deyir? Lə in şəkərtum لَأَزِيدَنَّكُمْ. Əgər şükür eləsəniz, mən verdiyim nemətləri nə eləyəcəyəm? Artıracağım. Demək, nemətin davamiyyəti üçün, onda olan bərəkətin artması üçün, onun özünün artması üçün əsas məsələlərdən biri nədir? Nemət sahibinə nə eləmək? Şükür eləmək. Zəhra da burada bizə bunu deyir. Deyir, Allah bu davamlı nemətlərin artması üçün insanları şükür etməyə çağırdı. Sonra baxın, gəlir bir yerə çatır, bax, indi bunlar hamısı müqəddimə idi. Bayaq dedim, Zəhranın sözlərində tövhid. Gəlin nə deyir? Sonra başlayır, deyir, və əşhədu ən la ilahə illallahu vəhdəhu la şərikə ləh. Mən, Zəhra, şəhadət verirəm, şahidlik edirəm ki, Allahdan başqa Allah yoxdur, ondan başqa ilah yoxdur, o təkdir və onun heç bir şəriki yoxdur. Tövhid kəlməsi buna deyirlər də. Peyğəmbər və Əhl-i Beytinin dilində hər gün təkrarlanması müstəhəb olan, faydalı olan cümlələrdən biri nədir? La ilahə illallah zikri. Özü də buna bəzi ariflərin dilində deyirlər lal zikir. Lal zikir. Niyə lal zikir? Çünki bu zikri eləyəndə, yoxlayın, insanın dodaqları tərpənmir. Subhanallah de, elhamdülillah de, hər nə deyirsən denən, amma la ilahə illallah deyəndə dodaq tərpənmir. Buna deyirlər lal zikir. Elə bir zikirdir ki, nədir? Sən bunu elə eləyərsən ki, heç kim sənə zikirləməyi bilməz. La ilahə illallah. Dil tərpənir, dodaq tərpənmir. O bu zikirdə belə deyir. Və bu ən önəmli zikirlərdəndir ki, sən la ilahə deyəndə, yəni Allahdan başqa bütün o bütə sitayiş eləyənlər, o da sitayiş eləyənlər, nəyə sitayiş eləyənlərin o Allahları yoxdur, ancaq və yalnız nədir? Allahdan başqa Allah yox. Zəhra bizə tövhidi bu cür öyrədir, sonra başlayır Allahı bizim üçün vəsf eləməyə. Bu günləri bu zikir ən önəmli zikirlərdəndir, qardaşlar. İnsanın qəlbinə aramlıq gətirən və xüsusən də bu gənclərdə olan vəsvəsəni aradan aparmaq üçün ən önəmli zikirlərdəndir. Bizdə indi baxın, vəsvəsə bir bəladır da düşüb cəmiyyətin içinə. Namaz qılan bəzi gənclər var, Allahu Əkbər, 10 dəfə təkbir deyir, niyyəti düz elədin, düz eləmədim. Gəlir, çıxır, ayəni oxuyur, bir dəfə oxu, düz oxudum, düz oxumadım. Şək edir oxuduğunda, girir hamama çıxmaq bilmir. Nə qədər belə insanlar var. Quslu elədim, filan yerim quru qaldı, filan yerim yaş qaldı, filan oldu, dəstəmaz alır 1 saat. Bunlar hamısı şeytanın vəsvəsəsidir. Bu günləri şeytanın vəsvəsəsindən qurtulmaq üçün ən önəmli əlac Allaha qayıtmaqdır. Və ən önəmli məsələ də bu zikirdir ki, sən onu aramlıqla dərk eləyə-eləyə təkrar deyəsən la ilahə illallah. Çünki bu sözü nə qədər çox təkrarladın, nədir? O şeytan səndən
uzaqlaşacaq. Çünki səni bu günə qoyan şeytandır ki, istəmirsən öz ibadətindən ləzzət alasan, öz zikrindən ləzzət alasan. Belə deyirsən, şək qalır səndə ki, mənim bu zikrim düz olmadı, mən həmdi düz oxumadım, mən təkbiri düz demədim, filan şeyi düz demədim, dəstəmazım düz olmadı. Bunlar hamı vəsvəsədir və onun əlacı da düzgün təvhidi nə eləmək, başa düşməkdir. Gəlir bu yerdə Zəhra başlayır Allahdan danışmağa. Deyir, və əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh kəlimətun cəaləl-ixlasa təviləhu. Bu bir kəlmədir ki, elə bir kəlmədir ki, bu kəlmənin, onun həqiqi mənası ixlasdır. La ilahə illallah kəlməsi belə bir kəlmədir ki, bu kəlmənin həqiqi izahı nədir? İxlasdır. İxlas, qardaşlar, nədir? Dəfələrlə danışmışıq. İxlas yəni Allaha qarşı nədir? Hər bir işi xalis niyyətlə nə eləmək? İcra eləmək. Bu nədən qaynaqlanır? Əgər sən həqiqətən də la ilahə illallah sözünü Zəhra deyir, dərk eləmisənsə, əgər həqiqətən sən dərk eləmisənsə, Allahdan başqa Allah yoxdur, bunun təfsiri gərək sənin əməllərindən olsun, zahir olsun. Bunun izahı ixlasdır. İxlas da, əziz qardaşlar, alimlər deyir, iki cür olur. Bir var əməli ixlas, bir də var qəlbin ixlas. Əməli ixlas nədir? Ki, bunu hamımız, şükür Allaha, çoxumuz icra eləyirik. Namaz nə üçün qılırıq biz? Qurbətən ilallah, yəni Allaha yaxınlaşmaq məqsədi ilə. Orucu nə üçün tuturuq biz? Qurbətən ilallah. Həccə nə üçün gedirik? Sədəqə niyə veririk? Bütün bu işlərdəki niyyət Allah tutsa, bu əməli ixlasdır. Yəni, mən bütün əməllərimi yalnız Allaha görə nə edirəm? İcra edirəm. Bu əməli ixlasdır. Amma bundan da yüksək bir mərhələ var. Zəhra bizə deyir, nədir? O ixlas daha önəmlidir. O hansı ixlasdır? Qəlbin ixlası. Qəlbin ixlası nədir? Qəlbin ixlası sənin bu etiqadın, bu imanın olmalıdır ki, bu varlıq aləmində həqiqi təsir etmə gücünə Allahdan başqa malik olan bir varlıq yoxdur. Yəni, müstəqil şəkildə Allah istəmədən heç kim heç nəyi dəyişə bilməz. Bu etiqadın olmalıdır ki, Allahdan başqa Allah yoxdur. Allahdır şifanı verən, Allahdır yaradan, Allahdır sağaldan, Allahdır öldürən, Allahdır dirildən, Allahdır ruzunu verən, Allah bütün bu şeyləri qəlbən etiqadın olsun ki, biz Allahdan başqa heç kimdən nə eləməməliyik? Ummamalıyıq. Bu qəlbin ixlasıdır. Bəli, bu günlərin deyə bilərsiniz ki, bəs Əhl-i Beytə təvəssül eləməklik. Əhl-i Beytin özü də, Allah Quran-ı Kərimdə, Peyğəmbərlərin özü də hər nə eləyiblərsə, hamısını bağlayıblar kimə? Allaha. İsa Peyğəmbərin dili ilə demir ki, İsa, mən körlərin gözlərini nə eləyirəm? Açıram, ölüləri dirildirəm, falan iş görürəm, falan eləyirəm. Bəs dəri xəstəlikləri olan insanları hamısını sağaldıram. Axırda nə deyir? Bi-iznillah, Allahın izni ilə. Deyir, bu qüdrəti mənə Allah verir. Bu günləri biz Əhl-i Beytə təvəssül eləyəndə də, deyəndə də ilahi sən Həzrəti Peyğəmbərə xatir, Həzrəti Zəhraya xatir, bizim məqsədimiz Zəhradan istəmək deyil. Axmaqdır bu insanlar, bu cür bizi ittiham edirlər ki, biz onlardan istəyirik. Bizim etiqadımız budur. Qəlbən Əhl-i Beyt sevərlər, Zəhranı sevərlər. Biz bunu Əhl-i Beytdən öyrənmişik ki, yalnız müstəqil şəkildə təsir etmə gücünə, dəyişmə gücünə sahib olan qüdrət sahibi Allahdır. O birilər hamısı nədir? Vasitələrdir. Allahın izni ilə eləyə bilər. Allahın izni olmadan heç kim, heç bir ağacı yerindən də nədir? Yarpağı yerindən də tərpədə bilməz. Bax, Zəhra bizə təvhidi bu cür öyrədir. İndi baxın sözün davamına. Deyir, وَضَمَّنَ الْقُلُوبَ مَوْسُولَهَا. Bu kəlmənin deyir, bağını insanların qəlbində yerləşdirib. Bu kəlmənin özəyi hardadır? İnsanların qəlbindədir. وَأَنَارَ فِي الْفِكَرِ مَعْقُولَهَا. Və onun məntiqini dərk edilən mənasını düşüncələrdə işıqlandırmışdır. Allah deyir, bu la ilahə illallah kəlməsinə elə bir bərəkət verib ki, bundan sənin həyatını, ağlını, qəlbini nurlandırıb. Əgər sən bunu başa düşsün, həyatın tamam başqa şəkildə olur. Sonra başlayır Allah Zəhra bizə tövhid öyrətməyə. Baxın, bayağı o xanımın dediyi sözlərə də baxın. Allah
damın üstündə oturmuşdu biz danışanda. İndi baxın Zəhra görün nə deyir. Deyir, əl-mumtəni'u minəl-əbsari rü'yətuh. Gözlə görülməsi mümkünsüz olan Allahdır. O elə bir Allahdır ki, biz ona şükür eləməliyik bu verdiyi nemətlərə görə və etiqadımız bu olmalıdır ki, ondan başqa Allah yoxdur. Onun gözlə görülməsi də nədir? Mümkünsüzdür. Bu sözləri oxuyayım, sonra qısa bir şərh deyəcəyəm. Və minəl əlsuni sifətuh. Dil də onun sifətlərini, onu vəsf eləməkdə nədir? Acizdir. Dil onu vəsf eləyə bilməz. Və minəl əvhami keyfiyyətuh. Təsəvvürlər onun necə olmasını qavraya bilməz. Xəyal aləmi də Allahın necəliyini deyə bilməz. Bax, həqiqi tövhid Zəhranın kəlmələrində budur. Deyir, göz onu görə bilməz. Dil onu vəsf eləyə bilməz. Ağıl, təsəvvür, xəyal onun formasını deyə bilməz. Bu günləri, əziz qardaşlar, biraz diqqət edin, sonuncu kəlmədə gəlirəm məqsədə mən. Baxın, biz bu günləri bir şeyi dillə vəsf eləyəndə və yaxud ağlımızda, xəyalımızda onu canlandırmaq üçün onun barəsində məlumatımız olmalıdır. Da belə deyir. Məsələn, biri bizə deyir ki, filan kəsin bir oğlu dünyaya gəlib. Allah bütün övladı olmayanlara övlad, salih və sağlam övladlar nəsib eləsin inşallah. Biz o uşağı görməsək də, oğul uşağı dünyaya gəlib, bizim oğlan körpə uşağı barədə təsəvvürümüz olduğu üçün, oğlan uşağı necə olur? Bizim beynimizdə, zehnimizdə o canlanır, canlanmır. Uşaqdır, gözü var, hər bir uşaq kimi, burnu var, ayağı var, balaca uşaqdır, hamımız onu təsəvvür edirik. Görməsək də təsəvvür edirik. Belədir, belə deyir. Və birdən məsələn, gördüyümüz bizim ağlımızın, təfəkkürümüzün, xəyalımızın əhatə dairəsində olan məsələləri biz öz dilimizlə vəsf eləyə bilirik ya, vəsf eləyə bilmirik. Mən bir yerə gezməmişəmsə, onun barədə danışa bilərəm. Danışa bilmərəm. Amma mən Məkkəyə, Həccə, Kəbəyə, Allah evini ziyarət eləmişəm, İmam Hüseynin hərəmini ziyarət eləmişəm, Məşhədi ziyarət eləmişəm, eləmişsiz. Desələr sizə ki, necə idi, gördüyünüz üçün, onun barəsində zehninizdə, ağlınızda təsəvvür yarandığı üçün onu təsvir edə bilirsiniz. Belə deyir. Deyirsən, belə idi, binası belə idi, filan şeyi gördüm, filan elədim, məsələn. Amma Zəhra bizə öyrədir ki, bu görmələr, vəsf eləmələr, xəyal eləmələr məxluqa aiddir. Siz xaliqi nə görə bilərsiniz? Nə onu dilinizlə, onun sifətlərini izah eləyə bilərsiniz, nə də xəyalınızda onun şəklini, formasını təsəvvür eləyə bilərsiniz. Bax, əsl tövhid budur. Zəhra bizə öyrədir bunu. Gözlə görünməsi mümkün deyil. Baxın, bu görünməsi mümkün deyil. Əqllə də, ağılla da iki cür olur. Bəzən bir şeyi görmək mümkün deyil, hansısa ikinci dərəcəli bir səbəbə görə. Zaten yox. Məsələn, qapı bağlıdır, onu görmək mümkündür. Amma qapını sındırsam görə bilərəm də onu. Belə deyir. Və yaxud görmək mümkün deyil, o öz görünməyini istəmir. Amma bir də var, zaten bunun görünməsi mümkün deyil. Allah zaten mümkün deyil onu görmək. Zəhra bunu bizə izah edir ki, göz onu görə bilməz. Çünki o cisim deyil. Görünməsi üçün o cisim formasında olmalıdır ki, mən onu görməliyəm. Mən əgər ona cisim desəm, demək mən nə eləmişəm? Küfr eləmişəm. Bu necə etiqaddır ki, biz hamımız, bütün müsəlmanlar deyirik ki, Allah cisim deyil. Lakin sonra gəlirik, deyirik ki, bu dünyada onu görmək mümkün olmasa da belə, ahirətdə ayı gördüyümüz kimi öz Rəbbimizi görərik. Demək, ay kimi bir cisim formasında olar biz onu görərik də, belə deyil. Bu özü şirkdir, Allaha şərik qoşmaq deyə yox. Zəhra deyir, onu görmək nə bu dünyada, nə də ahirətdə mümkün deyil. Onun görünməyinin mümkünsüz olması zatəndir, görmək mümkün deyil. Bayaq dediyim kimi biz bir şeyi vəsf ediriksə, onu görürük, vəsf edirik. Allahı biz görmürüksə, heç vaxt onun sifətlərini nədir? Öz dilimizlə vəsf eləyənmərik. Bu günləri Allah özünü Qur'an-ı Kərimdə necə vəsf edibsə, biz onu vəsf edirik. Deyib, Allah alimdir, deyirik, alimdir. Biz indi öz elmi necə alimi təsəvvür edirik, Allah alimdir və elmi yaradandır, onun zatı elmdir. Qadirdir, baxırıq onun yaratdıqlarına bu cür təsəvvür edirik. Dediyi kimi. Amma biz özümüzdən ona vəsf verə bilərik. Buna bizim qüdrətimiz var. Utanmır o kişi ki, deyir ki, mən Allahı nə bilim 50 dəfə yuxuda görmüşəm.
kişidir, qadındır, soruşmayın məndən, amma necədir mən sizə deyə bilərəm onu. Demək, bunun Allahı onun zehnində hansısa bir kişi kimidir. Yuxuda da görüb də bunu. Biz yuxuda məsələn mən səni görürəm, sən heç tanımadığın insanı görürsən, bir heyətdə bir şəkildə görürsən də onu. Bir cisim formasında görürsən. O cisim olmasa onu görə bilməzsən. Bu kişi də deyir nədir? Mən Allahı yuxuda görmüşəm 50 neçə dəfə. Kül bu kişinin başına. İndi təsəvvür edin, Zəhra deyir ki, onu dillə vəsf eləmək mümkün deyil və bir də nə deyir? Xəyal aləmi də onu vəsf edə bilməz. Mən dəfələrlə bu sözü demişəm, indi son bu sözü tövhid məsələsinə nöqtə qoyuram. İnşallah gələn xütbədə başqa bir mövzunu Zəhranın xütbəsində deyəcəyəm. Baxın, Allah bizə zehnimizə xəyal eləmək qüdrəti verib. Bu da Allahın verdiyi gizli nemətlərdən, fərqinə varmadığımız nemətlərdən biridir. Belə deyir, hər şeyi xəyal eləyə bilirik. Olan, olmayan şeyləri xəyal eləyirik. Mən dəfələrlə bu sözü məndən eşitmişsiniz ki, biz bu günləri elmin inkişafında da bizim bu xəyal, təsəvvür olmasaydı, bu günləri biz bu yerə çata bilməzdik. Hər şey bunun bərəkətidir. Allah bizə fikirləşmək qüdrəti verib. Hər nəyə çatmışıq isə bu fikirlə, bu təfəkkürlə, bu xəyal eləmək gücü ilə çatmışıq Allahın inayəti ilə. Amma İmam Cəfəri Sadiqin bir sözünü sizin yadınıza salım. Deyir, Allah insana hər şeyi təsəvvür eləmək gücü verib. İnsan hər nəyi təsəvvür edir. Həmişə bir misal deyirəm sizə. Deyirəm, məsələn, qızıldan bir dağ yoxdur. Qızıldan dağ var, yoxdur. Amma mən deyən kimi, məsələn, belə deyək də, lap belə məcazi mənada, bir fərəziyyə kimi desəm ki, filan yerdə qızıldan bir dağ var, bizim zehnimizdə Allah elə güc verib ki, qızıldan, gözünü yum, qızıldan bir dağı təsəvvür edirsən. Olmasa da beynində onun şəklini çəkə bilirsən ya yox. Siz Allah çəkə bilirsiniz ya yox. Beyində təsəvvür olunur da o. Qızıldan dağ deyən kimi, sənin beynində dağ forması ki var, bir də sarı rəng verirsən, ona deyirsən ki, bu oldu qızıldan. Allah bu gücü verib sənə. İmam Cəfəri Sadiq deyir, nə qədər sənin bu aparatın güclü də olsa, sən məxluqu vəsf eləyə bilərsən, xaliqi isə vəsf eləyə bilməzsən. Nə qədər çalışsan da öz beynində, zehnində o qüdrət sahibi olan Allaha sən forma verəsən. Bil və agah ol. Sənin təsəvvüründə olan məxluqdur, xaliq deyil. Niyə? Çünki o özü-özünü vəsf eləyəndə nə deyir? Leysə kəmithlihi şey. Onun mislində heç bir şey yoxdur. Yoxdursa onun mislində heç bir şey, yəni sənin qüdrətin yoxdur. Biz bir şeyi oxşadıb nə eləyirik? Vəsf eləyirik. Onu heç bir şey oxşada bilmirik. Baxın, əziz qardaşlar, Zəhranın bizə öyrətmək istədiyi, Əhl-i Beytin bizə öyrətmək istədiyi tövhid budur. Biz bu cür Allahı tanımalıyıq. Yox ki, Allah uzun qulağa enir. Yox ki, Allah bizi eşitmək üçün hansısa bir məsafədə var, damın üstündə qalıb bizi eşidir. Yox, bu Allah deyir. Bu bizim öz beynimizdə yaratdığımız nədir? Bir bütdür. Bu cür təsəvvürlə Allaha ibadət edənlərin cahiliyyət dövründə öz əllərindən düzəldib heykələ istifadə etməyin heç bir fərqi yoxdur. Fərq budur ki, onlar o vaxtı bütü qoymuşdular, görürdülər, itaat edirdilər ona. Bu günləri bütlər müasirləşib, xəyalda biz o Allahı təsəvvür edirik, yine də ona ibadət edirik. Amma Əhl-i Beyt bizə deyir ki, olmaz. Siz onu nə gözlə, nə dillə, nə də təfəkkürlə dərk edə bilməzsiniz. Bu günləri bizim də öz dilimizdə bəzən, düzdür, bizim etiqadımız o deyir, bəzən deyirik o sözü, nə qədər burada olanlardan da bəzən deyirik ki, o kişi bilər. Deyirik, demirik. Bu söz özü də qəbahətdir bu. Olmaz. Allah kişidir, qadındır, nədir, biz onu bilə bilmərik. Sadəcə olaraq indi bizim zehnimizdə insan kimi biz birbirimizi tanıyırıq ki, əsasən güc sahibi kişidir. Deyirik, o, tavşa deyir, penəmerd bəzini. O kişi bilər. Bu özü də nədir? Bu özü də yəni məqsədli olsa küfürdür, məqsədsiz də Allah bizi bağışlasın, bu sözü deməyək. Yəni bu söz yaxşı sözdür. Zəhra bizə öyrədir ki, Allah dillə vəsf olunmazdı, ağılla dərk olunmazdı. Ona görə də Əhl-i Beyt əleyhissalatu vesselamın İmam Cəfəri Sadiqin gözəl bir sözü var. Deyir, mən təfəkkərə fi zatillah təzəndəq. Kim Allahın zatı barədə düşünmək istəsə Allahın həqiqətini dərk eləsə, o zindiq və kafir olar. Çünki sən nə qədər istəsən, onu görəsən necədir, ya deyəcəksən ki, o belə forma verəcəksən ona.
nəticə etibarilə də sən zindiq və kafir olursan. Əzizlər, vallah gedin, Əhl-i Beytin dili ilə deyirəm, şərqə gedin, qərbə gedin, bütün dünyanı gəzin. Düzgün etiqad və əqidəni Zəhra və Zəhranın balalarından başqa heç bir yerdə tapmaq olmaz. Vallah və billah. Əqillə, dəlillə hər yerə gedin, düzgün tövhidi bizə Zəhra və Zəhranın balalarından başqa heç kim öyrənmir. Digər tövhidlər hamısı nədir? Hamısında şübhə var. Gəlir bir yerə, xanım Zəhra salamullahi aleyha bu sözləri deyir. Deyir, ثُمَّ جَعَلَ الثَّوَابَ عَلَى طَاعَتِهِ. Sözlər uzundur, mən lazım olan yerlərini deyirəm, məqsədə gəlməyə. وَوَضَعَ الْعِقَابَ عَلَى مَعْصِيَتِهِ زِيَادَةً لِعِبَادِهِ عَنْ نَقِمَتِهِ وَحِيَاشَةً لَهُمْ إِلَى جَنَّتِهِ. Deyir, sonra Allah itaətə görə mükafat müəyyən etdi. Kim itaət etsə, ona mükafat verəcəyəm. Ayalarda var ya, yoxdur. Cənnət, cənnətin altından nə bilim çaylar falan. Deyir, Zəhra deyir, sonra Allah itaətə görə mükafat müəyyən etdi. Günaha görə isə cəza qoydu. Bu da bəndəni öz qəzəbindən uzaqlaşdırmaq və onları cənnətinə doğru yönəltmək üçündür. Yəni, Allah Subhanahu və Taala'nın belə bir qayda var, kəlam elmində, ona deyirlər lütf qaydası. Bu günləri hansısa bir itaətə görə mükafatın verilməsi və hansısa bir cəzanın, hansısa bir günaha görə tətbiq olunması, bu Allahın lütfüdür bu da bizə. Nə üçün? Biz bilək ki, yaxşı işlər görsək, Allah bizə yaxşı mükafatlar verəcək. Həvəslənək, cənnəti əldə eləməyə. Və üsyan eləsək, asi olsaq, günah eləsək, Allah bizə nədir? Cəza verəcək. O cəzaya görə nədir? Çəkinək. Zəhra deyir, bu da Allahın bir nədir? Bir lütfüdür. Mükafat və cəza məsələsi də, savabın verilməsi də, cəzanın verilməsi də Allahın lütfündən qaynaqlanır. İtaətə görə mükafat verdi, üsyana görə nədir? Cəza verdi ki, sən günahdan uzaq olub Allahın vədə verdiyi cənnətə gedib çıxa biləsən. Lakin əzizlər, kimlərsə bu məsələni dərk eləyə bildilər və Allahın əbədi qalacaq həyatda mükafatını əldə eləmək üçün itaət əhli oldular. Kimlərsə nədir? Bunu dərk eləməyib, cəza olsa da belə, üsyan olsa da belə, nədir? O cəzanı bilə-bilə, axirət əzabını bilə-bilə nədir? Böyük günahlara mürtəkib oldular. Onlardan da bir qismi haman o insanlardılar ki, Hz. Zəhra salamullahi aleyhanın qətlində şərik oldular. Çünki onlar bilirdilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Salman Farisiyə deyib, mən əhəbbə ibnəti Fatimə fəhuvə fil cənnəti mə'i. Kim mənim qızım Fatiməni sevsə, o cənnətdə mənimlədir. Yəni, Zəhranı sevməyin mükafatı Peyğəmbərlə bərabər olmaqlıqdır. Yaxşı, Zəhraya əziyyət verməyin bədəli, əvəzi nədir? Peyğəmbər onu da izah edibdir. Və mən əbğəzəha fəhuvə finnar. Kim onu sevməsə, ona əziyyət eləsə, o qəti surətdə oddadır. Zəhra bir meyyar kimi Peyğəmbər bunu demişdi də. Kim ona əziyyət eləsə, o mənə əziyyət eləyib. Kim mənə əziyyət eləsə, elə bil Allaha əziyyət eləyib. Və Qur'an-ı Kərimdə də bayaq hacı ayələri oxuyanda o şəxslər ki, Allaha və Peyğəmbərə əziyyət eləyiblər, Allah onlara dünya və axirətdə nə eləyib? Lənət eləyib. La'anəhumullah fid-dünya vəl-axirə. Bu Allah sözüdür. Allaha və Peyğəmbərə əziyyət eləyənlərə Allah dünya və axirət nə eləsin? Lənət eləsin. Bu günləri Peyğəmbər deyir, kim Zəhraya əziyyət eləsə, mənə əziyyət eləyib. Kim mənə əziyyət eləsə, Allaha əziyyət eləyib. Bu ayə Zəhraya əziyyət eləyənlərə şamildir ya yox? Şəksiz, şübhəsiz şamildir. Lakin o insanlar ki, dinlədilər, amma zahirdə iman gətirdilər, amma imanın dadını öz qəlblərində, ürəklərində hiss eləmədilər.
bu günə qaldılar. Zəhranın dəyərini bilmədilər. Bu günlər, əziz qardaşlar, ağır günlərdir. Ali ibn Əbi Talib əleyhissalatu vəssalamın müsibətli günləridir, əza günləridir. Zəhranın dəfnindən sonra mən keçən Fatimiyyədə bəzi məsələləri sizin nəzərinizə çatdırdım. Bugün Əmmar ibn Yasirin nəql elədiyi Zəhranın dəfnindən bir neçə gün sonra nəql elədiyi bir hadisəni sizə deyirəm. Peyğəmbərin sahabəsi Əmmar ibn Yasir deyir, mən 2-3 günüdür ki, xanım Fatimə-i Zəhra salamullahi aleyha dünyasını dəyişmişdi. Dedim, bir gedim Ali ibn Əbi Talib əleyhissalatu vəssalamı ziyarət edeyim. Gedim Əlinin evinə, görüm Əlinin halı necədir. Bilirsiniz də, Zəhra şəhid oldu, nə qədər indi əziyyətli də olsa, müsibət sahibi Həzrəti Əlidir, İmam Həsəndir, İmam Hüseyndir, Zeynəbdir, Ümmükülsümdür. Və xüsusən də onlar uşaqdılar, əza sahibi, əsas əziyyəti çəkən Həzrəti Əlidir. Əmmar deyir, gedim Əlini tək qoymayıb, baş çəkim Əli Həzrəti Əliyə. Görüm, Əlinin halı necədir. Deyir, gəldim, Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın evinə daxil oldum. Bir də gördüm ki, Əli ibn Əbi Talib bir divarın bir küncündə oturub, dizlərini qucaqlayıb hönkür-hönkür ağlayır. Yaxınlaşdım Əli ibn Əbi Talibə, dedim, Əli, sənə canım fəda olsun. Bu nə haldır, mən səndə görürəm. Əmmarın canı sənə qurban. Axı, sən bizi səbrə dəvət eləyən Əlisən, bu Zəhranın müsibəti səni nə hala qoyub ya Əli? Deyir, qucaqladım Əlini. Deyir, hönkür-hönkür ağladı, deyir, Əmmar, məni qınama. Mən Zəhranın şəhadətində gördüklərimi yaddan çıxara bilmirəm, unuda bilmirəm. Deyir, bilirsən Əmmar, mənə ən çox əziyyət verən nə idi? Zəhra mənə vəsiyyət elədi ki, mənə qüsl eləyən zaman mənim köynəyimi çıxarmayasan. Mənə paltarın üstündən qüsl verəsən, mən pakam, təmizəm. Əli də Zəhranın libasını soyundurmadan, libas arxasından ona qüsul verib. Bu Zəhranın bir vəsiyyətidir. Gələn gecələrdə bunu da izah eləyəcəm nə üçündür. Bu da səbəblərdən biri də bu cür qeyd olunur ki, istəmədi ki, Əli ibn Əbi Talib onun bədəninin göyərmiş yerlərini görsün. Çünki o məlun qapı ilə divar arasında Zəhranı qoyanda onun qabırğaları sınmışdı. Zəhranın mübarək sinəsinə mismar batmışdı. Əli ibn Əbi Talib deyir, mən Zəhranı Əmmar yuyan zaman elə bir mənzərə gördüm ki, o mənzərə mənim yadımdan çıxmır. Deyir, Zəhraya qüsl edirdim. Birdən əlim onun sinəsinə toxunan zaman bir qırıq, bir sınıq gördüm. Deyir, bir nur, bir işıq götürdüm, yaxınlaşdırdım ki, görəm paltarının altından bu nədir? Deyir, Əmmar, gördüm qabırğalarında, sinəsində olan qabırğalarından sümüklərdən biri sınıb. Deyir, onda bildim ki, Zəhra nə çəkib. Bilirsiniz də, o sinədə olan qabırğanın sınmayının səbəbi nədir? Necə ki, Zəhranı qapı ilə divar arasında qoydular. O qapıda olan mismar xanımın sinəsinə dəlib deşdi. Xanımın sinəsində o qabırğanı sındıran haman o mismardır. Mən Zəhranın o halını ağlayıram. Deyək ki, Əmirəl-Müminin müsibət böyük idi. Zəhranın müsibəti böyük idi. Sən Zəhranın bir sınmış qabırğasını gördün sinəsində, ağladın. Amma bir də Kərbalada hazır olsaydın, gözündən Zəhranın cigər güşəsi Əbi Əbdillahil Hüseyni görsəydin ki, o qədər at sapdılar onun cənazəsinin üstündən, bütün qabırğalarını sındırdılar. Sən onu görsəydin nə hala qalardın ya Əli? Zəhranın bir qabırğasına tab elə bilməyən Əli, Hüseyni o halda görsəydin nə hala qalardın?
Nəql edirlər, deyir, Əbi Əbdillah Hüseynin cənazəsini İmam Zeynul Abidin əleyhissalatu vəssalam o halda atları ki çapdırmışlar Hüseynin cənazəsinin üstündən. O halda görəndə xanım Zeynəb nəql edir, az qala ki mənim qardaşımın balasının ruhu bədəndən xaric olsun. Dözə bilmirdi. Deyir, istədim ki onun fikrini cənazədən uzaqlaşdırım, özümü atdan atmaq istədim aşağı ki gəlim Hüseyni qucaqlayım, fikri qalsın mənim üstümdən. Birdən mənim qardaşımın balası burada o mənzərədən ölər, can verər. Çünki Hüseynin cənazəsini atlar elə hala qoymuşdu ki onu vəsf eləmək mümkün deyil. Deyir, özümü atdan atmaq istəyəndə birdən özünü qaldırdı İmam Zeynul Abidin, mənə baxdı, dedi, bibi, mənim zəifliyimə, mənə rəhm elə, özümü atma. Axı mənim qolum qanadım sınıb, mən xəstəyəm, atamın müsibətində sən birdən atdan düşsün yerə, əlim qolum da bağlıdır, kim sənə kömək eləyər yenidən bu ata minməyə? Deyir, xanım Zeynəb, deyir, müsibətin böyüyü də bu idi ki, mən Kərbaladan ayrılanda Hüseynlə atın bu belində, miniyin belində vidalaşdım. Dedim, Hüseyn, düşüb səni qucaqlaya bilmirəm. Səni Allaha əmanət edirəm. Əla la'natullahi aləl qavmil zalimin. Fəsəyələmullezine zalamu eyyə munqalabin yanqalibun vəl aqibətu lil muttaqin. Allah əhli beytə zülm eləyənlərə dünya və axirət lənət eləsin inşallah.